Salam, xoş gördük dəyərli abituriyentlər. Dünən Azərbaycan Dilim 2025 toplusunun ikinci hissəsi satışa çıxarıldı. Artıq başlayırıq. Deməli, birinci mövzu olan nitq hissələrinin morfoloji xüsusiyyətlərinin testlərini izah etməyə. Birinci sual. Atalar deyib ki, ehtiyat igidin yaraşığıdır cümləsindəki sözlərin nitq hissələrinə görə izahı ilə bağlı yanlış, səhv fikri müəyyən edin. Ehtiyat isimdir, adlı haldadır. Bəli. Atalar adlı halda cəm şəkilçi qəbul etmiş isimdir. Bəli, cəm şəkilçi qəbul edib. Yaraşığıdır, mənsubiyyət və şəxs şəkilçi qəbul etmiş düzəltmə isimdir. Sözün kökü yaramaq. Yaramaqdan yaraşmaq yaranıb. Ondan da yaraşıq yaranıb. Buradakı ı və, düşə biləcəm, ı və dır şəkilçisi ayrı-ayrılıqda biri mənsubiyyət, biri şəxs sonluğudur. Qələm yaxşı yazmadığı üçün onlar biri görsəndir. Yəni özürlü sayın. B və C də olmayacaq. İgidin yəlik halda işlənmiş isimdir. Bəli, uşaqlar, isim yox sifətdir. Sadəcə olaraq yəlik hal şəkilçisi qəbul edib və isimləşmiş sifətdir. Cavabımız D bəndi olacaq. O gözlərini rayona doğru uzanan asfalt yola dişli cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı yenə yanlış fikri soruşur. Səhv fikri müəyyən edin. Yönlük halda işlənmiş iki isim var. Baxaq, biri yola, biri də rayona. Bu düz. Nümunədə təsriflənməyən feil işlənmişdir. Təsriflənməyən feillər bildiyimiz kimi feili sifət, feili bağlama və məstərdir. Baxaq, uzanan feili sifəti var. B-də olmayacaq. Bütün feillər məlum növdədir. Bütün deyəndə iki dənə feilimiz var bizim bura. Biri dikmək, biri də uzanmaq. Hər ikisi məlum növdədir. Gözlərini mənsubiyyət və təsirli hal şəkilçisi qəbul etmiş isimdir. Bəli, göz sözün kökü, lər, burada cəm, mənsubiyyət, o birisi də olacaq nə? Təsirli hal şəkilçisi. D-də olmayacaq. Asfalt sifətdir, adi dərəcədədir. Asfalt baxaq. Necə yol? Asfalt yol. İlk baxışdan sifətə oxşasa da, asfalt ayrılıqda isimdir uşaqlar. Sadəcə burada sifətləşib. İsmin, daha doğrusu sifətin isimləşdiyi kimi, isimlərin də sifətləşməyi olur. Demək, cavab E bəndi. Sual 3. Uşaq yüyürə-yüyürə özünü otağa saldı cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhv fikri. Yenə yanlış soruşur. Müəyyən edin. Saldı xəbər şəklində olan sadə feildir. Baxaq, bəli, şuhudi keçmiş zaman şəkilçisi varsa, sadə feildir həm də. Uşaq adlı halda işlənmiş sadə isimdir. Kim? Kimsə ona cavab verir, deməli adlı haldadır. Özünü təsirli halda olan əvəzləşdir. Baxaq, öz, birinci şəkilçi ü, mənsubiyyət, ikincisi isə təsirli haldır. Bu da düzdür. Otağa yönlük halda işlənmiş isimdir. Təbii ki, otaq, otaq, A şəkilçisi yönlük haldır. Bu da düzdür. Yüyürə-yüyürə. Uşaqlar, bildiyimiz kimi A, ə şəkilçiləri zərf yox, feili bağlamaq düzəldir. Deməli, cavabımız olacaq E bəndi. Nümunədə sözlərin morfoloji izahı ilə bağlı yenə səhv fikri soruşur. Sənin o qayıqlı təbəssümündə körpə bir sevginin izi göründü. Baxaq, göründü, qayıdış növdə keçmiş zamanda olan feildir. Bəli, körpə təbəssümündə körpə göründü. Özü göründüyü üçün və şəkilçi olduğu üçün qayıdış növdür. Həm də keçmiş zamandadır. Sənin şəxs o işarə əvəzliyidir. Gəlin baxaq. O qayıqlı, hansı qayıqlı? O, hansı sualına cavab verirsə əgər o, olacaq işarə əvəzliyi düzdür. Sevginin mücərrəd mənalı isimdir. Təbii ki, sevgi isimdir və mücərrəd mənalıdır. İzi mənsubiyyət şəkilçili adlı halda olan isimdir. Sevginin izi. Üçüncü növ təyinli söz birləşməsi deməli burada mənsubiyyətdir. Bu da düzdür. Qayıqlı və körpə sözləri adi dərəcədə olan düzəltmə sifətlərdir. Qayıqlı təbii ki, qayğıdan yana burada ılı leksikdir. Amma körpə sadə sifətdir. Cavab E bəndi. Sual 5. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin.
Sonra bahar küləyi tək otaqdan çıxdı. İndi oğlanın təbəssümü daha narahat görünürdü. Birinci cümlə ilə bağlı nəyi soruşur bizdən? Doğru fikirləri soruşur. Quruluşuna görə sadə olan fe'l keçmiş zamandadır. Baxaq, çıxmaq sadə, keçmiş zaman. Deməli, bir düz olacaq. Zaman və bənzətmə mənalı qoşma işlənmişdir. Tək burada bənzətmə qoşmasıdır. Burada sonra çıxışlı halla işlənmədiyi üçün zərf olacaq. Deməli, 2 yanlışdır. Bir doğru, 2 yanlış. 2 yanlışdırsa, deməli, E getdir. Bu da getdi. Avtomatik olaraq cavab 1-3-4 ya da 1-5 olacaq. İkinci cümlə ilə bağlı yanlış fikir soruşur. Baxaq. İsimlər adlıq və yəlik haldadır. İsimlər adlıq və yəlik. Baxaq. Oğlanın burada yəlik haldır. Oğlanın təbəssümü mənsubiyyət olduğu üçün adlı hal olacaq. Deməli, 3 düzdür. Bizdə isə yanlış fikri soruşduğu üçün 3 olmayacaq. Müxtəlif nitq hissələrinə aid düzəltmə söz işlənib. Müxtəlif nitq hissələrinə aid düzəltmə söz. Baxaq. Təbəssüm daha narahat görünürdü. Burada rahat sözün köküdür. Ön şəkilçi leksikdir. Görmək sözün köküdür. Görünmək leksikdir. Deməli, bəli, müxtəlif nitq hissələrinə aid düzəltmə söz işlənib. Bu da düzdür. Düz olduğu üçün götürməyəcəyik. Leksik mənası olmayan söz yoxdur. Baxaq. Daha qüvvətləndirici ədatdır. Yanlış olduğu üçün götürürük. 1, 5 cavab olacaq. D bəndi. Keçək növbəti suala. Bizim kənddəki evimiz çay daşındandır cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı hər zaman kimi yanlış fikri soruşur. Kənddəki yer zərflər düzəltmədir. Uşaqlar, dakıdakı bir mənalı olaraq sifət düzəldir. Yəni, bunu yadda saxlayın. Cavab ilə birbaşa A olacaq. Bizim şəxs əvəzliyi yəlik haldır. Evimiz isimdir, mənsubiyyət elçisidir. Çay isimdir. Deyir ki, qeyri-müəyyən yəlik hal. Baxaq, çay daşı. Yəni, çayın daşı. İkinci növ təyin söz birləşməsidir. Daşındandır. İsimdir, mənsubiyyət və hal çəkilsə qəbul edib. Bəli, dan çıxışlıqdır. Deməli, nədir? Xəbərlikdir. Çayın daşı. Buradakı I da olacaq mənsubiyyət. Deməli, cavab A bəndi olacaq. Mənim tələbəlik illərim şəhərdə keçib cümləsində sözlərin morfoloji təhlilindəki səhvi müəyyənləşdirin. İllərim cəm və mənsubiyyət elçisi qəbul etmiş sadə isimdir. Düzdür. Mənim şəxs əvəzli yəlik haldadır. Yəlik halda mən və biz əvəzlikləri im şəkilçisini qəbul edir. Düzdür. Tələbəlik mücərrəddir. Bəli, lığliş isimləri artırılan zaman çox vaxt mücərrəd mənalı söz yaradır. Düzdür. Şəhərdə, baxaq şəhərdə deyir, yer zərfdir bizə deyir. Uşaqlar, yer zərfləri ilə isimləri qarışdırmaq olmaz. Şəhər hər hansı bir şeyin adını bildirir. Ad bildirdiyi üçün isim olacaq. Sonra keçib, keçmiş zamanda işlənmiş sadə feildir. Bəli, ıb şəkilçi keçmiş zamandır. Cavab D. Görəsən indi bizim dostumuz haradadır cümləsində sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Görəsən modal sözdür, indi zaman zərfidir, bizim yəlik halda əvəzləşdir. Dostumuz mənsubiyyət şəkilçili sadə isimdir. Haradadır da sual əvəzliyi. Bunları biləndən sonra birbaşa biz D-yə gəlirik. Deyir ki, feildir, xəbər şəklindədir. Təbii ki, bu sual əvəzliyi olduğu üçün yanlış olacaq və cavab D olacaq. Biz ki, rəisin tapşırığını yerinə yetirmişdik cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Biz əvəzlik, ki, ədat, rəis, yəlik halda olan isim tapşırığını
Deməli, mənsubiyyət və təsirli çəkilişi qəbul etmiş düzəltmə isim. Yerinə yetirmək, frazologiya birləşmə. Ki ədatdır, düzdür. Şəxs əvəzliyi birinci şəxsin cəmindədir, düzdür. Tapşırığını təsirli halda olan sadə isimdir. Yox, bayaq dedik axı düzəltmədir. Necə? Tapşırmaq və ıq şəkilçi tapşırıq deməli olacaq. Düzəltmə. Cavab C olacaq. Sual 10. Xarici görünüş və zəriflik həm də daxili gözəlliyi, saflığı əks etdirməlidir cümləsində sözlərin morfoloji təhlilindəki səhvi müəyyən edin. Və həm də bağlayıcılardır. Həm də iştirak və birləşdirmə bağlayıcısı. Üzr istəyirəm, səhvi soruşduğu üçün. A yanlışdır. B. Xarici daxili düzəltmə sifətlərdir. Necə gözəllik? Daha doğrusu necə görünüş xarici, necə gözəllik daxili. Bəli, necə sonra cavab verir düzəltmə sifətdir. Görünüş, zəriflik adlı halda olan düzəltmə isimlərdir. Baxaq, xarici görünüş və zəriflik. Bəli, nə sonra cavab verir? Adlı haldadır. Gözəlliyi, saflığı deyir, təsirlik hal çəkilişi qəbul edib. Bunu necə aydınlaşdıra bilərik? Biz öz əvəzliyi artıraraq aydınlaşdıra bilərik. Xarici görünüş və zəriflik həm də özünün daxili gözəlliyi və saflığı artıra biliriksə, deməli mənsubiyyət olacaq, hal olmayacaq. Cavab D bənd. Vacib şəkli deyirsə, burada malı-məli, bəli, vacib şəklidir. Sual 11. Uzaqdan sürülərin qaraltısı görünür cümləsində fərqləndirilmiş sözün morfoloji izahı ilə bağlı səhvi soruşur. Fərqləndirilmiş nədir? Qara sözü, daha doğrusu qaraltısı. Baxaq, sözün kökü burada nədir? Görə çəkə biləcəyik bunu. Qara sözün kökü qaralmaq və qaraltısı da mənsubiyyət. Yəni sözün kökü sifətdir. Sifətdən feil yaranıb, qaralmaq feili. Qaralmaq feilindən də nə yaranır? Deməli, şəkilçisi ilə isim yaranır. Ümumi isimdir, düzdür. Üçüncü şəxsin mənsubiyyət şəkilçisi düzdür. Deyir ki, sifətdən düzəlmişdir. Biz dedik axı, kökü sifət olsa da bu söz feildən yaranır. Axırıncı leksik hissəsini ataraq biz bunu görə bilərik. Qaralmaq feilindən yaranır. Sual 12. Abşeronun göyərtisi dadlı və xeyirlidir. Bu da eyni ilə bayaqki sual kimidir. Göy sözün kökü, göyərmək leksik, göyərti leksik, bu da mənsubiyyət. Yəni feildən, kökü sifətdir, amma feildən yaranmış isimdir. Eyni ilə bayaqki sual kimidir, ona görə birbaşa mən sizə cavabı izah edəcəm. Deyir ki, sifətdən düzəlmiş isimdir. Gördüyünüz kimi yenə də kök sifət olsa da bu söz feildən yaranır. Cavab D bəndi. Qızıl payız bəzən ürəkdə xoş duyğular oyadır. Yenə bizdən nəyə soruşacaq? Səhvi soruşacaq. Xoş, adi dərəcədə olan sifətdir, düzdür. Bəzən zaman zərfidir. Ürəkdə yerli halda işlənmiş isimdir. Bəli, ürək isimdir, dadə yerli haldır. Qızıl adi dərəcədə olan sifət deyirsə artıq biz dayanmalıyıq. Çünki qızıl metalın adıdır və isimdir. Bayaq dediyimiz kimi sadəcə olaraq sifətləşir və sifətin sualına cavab verir. Cavab C olacaq. Duyğular düzəltmə isimdir. Bu burada leksik şəkilçisidir. Cəm şəkilçisi də var. Oyadır, nə edir? Burada deməli indiki zaman şəkilçisidir. Bu t şəkilçisidir. Oyatmaq. Yox, üzr istəyirəm, oyatmaq sadə sözdür. Oyatmaq sadəcə olaraq burada indiki zamandır. Cavab C. Bu ərazidə palıd meşələri çoxdur. Yenə bizdən səhvi soruşacaq. Uşaqlar, bu sual əgər yadınızdadırsa,
2023-cün testində cavab yanlış göstərilmişdi, amma burada düzəldiblər səhv eləmirəmsə. Deməli, bu ərazidə baxaq, meşələri cəm və mənsubiyyət. Palıd meşələri. Bu ikinci növ təyinli söz birləşməsidir. Palıd qeyri-müəyyən yerli çal, meşələri mənsubiyyət. Düzdür. Yerli çalda olan isimdir ərazidə. Düzdür. Bu işarə əvəzilə düzdür. Palıd deyir ki, adlı halda olan isimdir. Dedik axı, palıd qeyri-müəyyən yerli çaldadır və burada ikinci növ təyinli söz birləşməsi yaradıb. Biz bunu necə tapa bilərik? Baxmalıyıq ki, palıd sözündən sonra mənsubiyyət çəkilsili söz gəlir və qeyri-müəyyən yerli çaldan dərhal sonra da mənsubiyyət çəkilsili söz gəlməlidir. Deməli, palıd adlı halda deyil. Çoxdur. Çox xəbərli çəkilisi qəbul edibsə zərf yox say olur. Bu da üçüncü növ, deməli, üçüncü şəxsin təkinin xəbərli çəkilisini qəbul edib. Düz. Sual 15. Bu meşələrin gözəlliyini heç kəs danmır. Yenə bizdən nəyi soruşacaq? Səhvi soruşur. Heç kəs qeyri-müəyyən əvəzləşdir, inkar mənası ifadə edir, düzdür. Gözəlliyini sifətdir, isimdən düzəlmişdir. Gəlin baxaq. Gözəl sözün köküdür, sifətdir. Lıq-lik, gözəllik. Uşaqlar, lıq-lik şəkilçisi saylara və sifətlərə artırılan zaman isim düzəldir. Gözəllik isimdir, demək cavabımız elə B olacaq. Danmır, nə etmir, inkarda işlənmiş feildir. Ir şəkilçisi olduğu üçün xəbər şəklidir. Bu işarə əvəzlidir. Meşələrin isimdir, yiyəlik haldadır. Sual 16. İclasda bəzi məsələləri diqqətlə araşdırdılar. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı yenə səhvi soruşur. Bəzi qeyri-müəyyən əvəzləşdir, düzdür. İclasda yerli çalda olan zərfdir, deyir. Baxın, bayaqki sualdan. Biz nəyə qarışdırmamalıyıq? Yerlik və çıxışıq halda olan isimlərlə yer zərflərini qarışdırmamalıyıq. Biz buradan danı açsaq, iclas, axı yer bildirmir. İclas, hər hansı bir şeyin adıdır, isimdir. Bu formada biz tapmalıyıq. Deməli, iclas isim olacaq. Cavabımız B olacaq. Məsələləri təsirli çaldadır, isimdir. Diqqətlə, lalə, bu da zərf düzəldib, düzdür. Araşdırdılar, nə etdilər? Keçmiş zamanda işləndiyi üçün xəbər şəklindedir. Bu da düzdür. Sual 17. Öz gücünə arxalanan xalq əlbəttə məğlub edilməzdir cümləsindəki sözlərin morfoloji izah ilə bağlı yenə də səhvi soruşur. Xalq adlı halda olan sadə isimdir, düzdür. Məğlub edilməzdir, mürəkkəb sifətdir, məğlub, bir də etmək sözü var. 2 dənə söz işlənibsə, deməli, mürəkkəbdir. Gücünə isimdir, mənsubiyyət çəkilisi qəbul edib yönlük haldadır. Baxaq, təbii ki, isimdir, gücü mənsubiyyət, gücünə yönlük hal, düzdür. Arxalanan düzəltmə sifətdir. Necə sifət ola bilər? Arxa sözündən yaranıb, lan lexikdir, anda feili sifət çəkilisidir. Arxalanmaq feildir. Cavab D olacaq. Əlbəttə ki, modal sözdür. Keçək növbəti suala. Sual 18. Bu əhvalatın tarixi tam aşkarlanmayıb. Yenə səhvi soruşacaq bizdən. Bu işarə əvəzidir, düzdür. Tarixi isimdən düzələn sifətdir. Gəlin baxaq görək bu necə suala cavab verir, yoxsa nəyi suala cavab verir? Bu əhvalatın tarixi, əhvalat yiyəli çal, tarixi mənsubiyyət. Burada necə suala cavab vermədiyi üçün mənsubiyyət çəkilisidir və adlı haldadır. Amma burada bizdə nə deyir ki, sifətdir. Yanlış olacaq, cavab B olacaq. Əhvalatın isimdir, yiyəlik haldadır. Tam kəmiyyət zərfidir. Nə qədər aşkarlanmayıb? Gördüyünüz kimi feilə aiddir, zərfdir. Aşkarlanmayıbdakı, deməli, xəbər şəklindədir. Çünki burada ıb nədir? Keçmiş zaman çəkilçisi. Cavab B.
2 aydan sonra İbrahim xan Dağıstandan qayıtdı cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı yenə səhvi soruşur. Qayıtdı feildir, keçmiş zamandadır. Düz. 2 müəyyən miqdar sayıdır. Aydan isimdir, çıxışlı haldadır, sonra qoşmadır. Baxaq, çıxışlı halla işləndiyi üçün sonra qoşma olacaq. Burada çıxışlı halda olan isimdir, düzdür. İbrahim xan mürəkkəb addır, düzdür. Dağıstandan zərfdir, haradan sualına cavab verir. Istan, dağ sözün kökü. Istan, isim düzəldən leksik şəkilçi, dan nə olacaq? Çıxışlı hal. Adından da göründüyü kimi isim düzəldir. Sadəcə olaraq bu ölkənin adıdır. Necə ola bilər ki, zərf olsun? Yəni isimdir. Cavabımız E bənd. Payız fəsli məhsul toplanışı zamanıdır. Yenə bizdən səhvi soruşur. Məhsul isimdir, sadədir, yiyəlik haldadır. Məhsul toplanışı. Toplanışı mənsubiyyət. Məhsulun toplanışı. Deməli, bu olacaq yiyəlik hal. Qeyri-müəyyən yiyəlik hal. Amma burada baxaq, yiyəlik hal deyir, düzdür. Zamandır. Təsirlik halda olan mücərrəd isimdir. Həm ikinci növ təyin söz birləşməsi olduğu üçün zamanıdır, təsirlik halda deyil. Həm də deməli, zamanıdır. Xəbərdə işləndiyi üçün biz bilirik ki, təsirlik hal heç vaxt cümlənin xəbəri ola bilmir. Ona görə cavab B. Payız yiyəlik haldadır. Payızın fəsli, ikinci növ təyin söz birləşməsi. Toplanışı, feildən düzələn isim, top isimdir. Lan burada leksikdir, feil yaradıb. Fəsli adlı halda olan isimdir. Bəli, mənsubiyyət şəkilçisi olduğu üçün I adlı halda olacaq. Nəzərə alın ki, uşaqlar körpəcə fidanlar kimidir. Uşaqlar isimdir, adlı haldadır. Körpəcə, sadəcə bildiyimiz kimi azaltma yox, çoxaltma üçün düzəldir. Cavab B olacaq ki, vergül olduğu üçün tabilik bağlayıcısı. Nəzərə alın əmr şəkli kimidir, xəbərli şəkilçi qəbul etmiş qoşmadır. Fidanlar kimi bənzətmə qoşmasıdır. Bildiyimiz kimi qoşmalar qoşulduğu sözündən birlikdə cümlə üzvü olur və bəzi şəkilçiləri qəbul edə bilir. Sual 22. Qılınc yarası sağalır, ancaq söz yarası sağalmaz. Nümunəsindəki sözlərin morfoloji izahındakı səhvi müəyyən edin. Səhv. Yarası isimdir, mənsubiyyət şəkilçisidir. Qılıncın yarası mənsubiyyətdir, düzdür. Qılınc sadə isimdir, adlı haldadır. Yox, dedim axı, qılıncın yarası qeyri-müəyyən yiyəlik hal. Cavab B olacaq. Sağalar. Düzəltmə feildir, gələcək zamanıdır. Sağ sözün kökü, sağalmaq nə edər? Sağalar, gələcək zaman qeyri-müəyyən. Ancaq bağlayıcıdır, amma ancaq lakin əvəz edə biliriksə, bağlayıcıdır. Söz sadə isimdir, yiyəlik haldadır. Söz yarası, sözün yarası, bəli, yiyəlik haldadır. Məndədir hər ümidi əzilmiş insanların, yenə bizdən səhvi soruşur. İnsanların ümumi isimdir, cəm və yiyəlik şəkilçisi qəbul edib. Bəli. Hər təyini əvəzləşdir, məndədir yerlik və xəbərli şəkilçisi qəbul etmiş əvəzləşdir. Əzilmiş məhsul növdə olan keçmiş zaman mənalı feili sifətdir. Əzilmiş, baxaq, kimsə tərəfindən əzilib, bəli. Və keçmiş zaman məzmunlanmış feili sifətdir burada, düz. Ümidi mücərrəd mənalı isimdir, təsirlik haldadır. Məndədir hər ümidi əzilmiş insanların. Mücərrəd mənalı isimdir, təsirlik haldadır. İndi biz bunu necə bilə bilərik? Bu təsirlik hal yoxsa mənsubiyyətdir? Bu nəzmlə olduğu üçün bunu biz nəsrə çevirək. Deməli, insanların əzilmiş ümidi məndədir. İnsanların ümidi. Üçüncü növ təyin söz birləşməsi. Deməli, ümidi mənsubiyyətdir. Cavab E olacaq.
Sual 24. Abituriyentlərin əksəriyyəti imtahana ciddi hazırlaşmışdı. Yenə bizdən bu cümlədə olan səhvi soruşur. Ciddi adi dərəcədə sadə sifətdir, deyir. Ciddi sözü hazırlaşmışdı fe'ilinə aid olduğu üçün zərf olacaq, yanlışdır. Zəm və mənsubiyyət şəkilsi qəbul edib abituriyentlərin düzdür. Hazırlaşmışdı keçmiş zamanda mış burada keçmiş zaman. D idi hissəci düzdür. D idi kömək sözünün ixtisar formasıdır. Bayaq dedik düzdür. İmtahana AE yönlü çaldır. Sadə isimdir. Bu da düzdür. 25. Cənubi Azərbaycandakı əhalinin əsas tərkib hissəsini Azərbaycanlılar təşkil edirlər. Bizdən yenə səhvi soruşur. Əhalinin müəyyən, baxaq, əhalinin hissəsi. Üçüncü növ təyin söz birləşməsi. Bu, onun ortasında işlənir. Əsas tərkib. Müəyyən gəliş halda olan isimdir, düzdür. Azərbaycandakı xüsusi Azərbaycanlılar düzəltmə ümumi isimlərdir. Azərbaycandakı xüsusi deyir. Azərbaycandakı, bayaq dedik axı, dakı, dəki nə düzəldir? Sifət düzəldir və hansı sualına cavab verir? Deməli, isim yox, sifət olacaq. Təşkil edir, indiki zamanda işlənmiş feildir. Cənubi, burada sifət düzəlir. Cənub, cənubi düzdür. Hissəsini, 2 dənə i varsa, deməli birincisi mənsubiyyətdir, ikincisi hal şəkilçisidir. Cavab B olacaq. Cümlədəki sözlərin morfoloji izahı ilə bağlı yanlış fikri müəyyən edin. Yanlışı soruşur. Ambara daşınan yükümüz hələ çoxdur. Çoxdur, qeyri-müəyyən miqdar saydır. Xəbərli keçinti qəbul edib düz. Yükümüz adlıq halda olan sadə isimdir. Bizim yükümüz mənsubiyyətdir. Adlıq haldadır. Hələ sadə zaman zərfidir. Hələ çoxdur. Bu da düzdür. Daşınası feildir, təsdiqdədir, lazım şəklindədir. Daşınası feildir, təsdiqdədir, lazım şəklindədir. Deməli, baxaq, hansı yükümüz daşınası? Əgər bu daşınası sözü xəbərdə gəlsəydi və nə edəsidir sualına cavab versəydi, onda lazım şəkli olacaqdı. Burada isə feili sifətdir. Cavab D bəndi. Ambara yönlü halda işlənmiş isimdir. Cavab D bəndi. Sual 27. Mənsur bağçadakı bitkilərin çoxunu tanımırdı cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Bağçadakı düzəltmə yer zərfidir. Gördüyünüz kimi, dakı dəki yenə sifət düzəldir. Zərf olmayacaq. Cavab A olacaq. Bitkilərin yəlik haldadır. Bitki burada düzəltmə, leksik şəkildə düzəltmədir. Mənsur xüsusi isimdir, təbii ki, adadır, adlıq haldadır. Çoxunu mənsubiyyət və hal şəkilçisi qəbul etmiş saydır. Çox, u mənsubiyyət, ikincisi təsirlik. Eyni şəkilçi gördünüzsə, bilin ki, birincisi mənsubiyyət, ikincisi hal olacaq. Tanımırdı feildir, inkardadır, indiki zamandadır. Bəli, tanı. Burada m, inkar, indiki, d da olacaq hissəcik. Sual 28. Hər adama layiq olduğu tale verilir. Nümunəsindəki sözlərin morfoloji təhlili ilə bağlı səhvi müəyyən edin. Tali adlıq halda olan mücərrəd mənalıdır. Düzdür. Mücərrəddir. Hər təyin əvəzlikdir. Düzdür. Adama yönlü halda olan sadə isimdir. Düzdür, yönlü haldır. Verilir, feildir, təsdiqlənir, məhsul növdədir. Baxaq. Kimsə tərəfindən verilir, təsdiqdir, məhsul növdədir. Düzdür. Layiq olduğu feili bağlamadır, hərəkətin səbəbini bildirir. Olduğu. Bu, d plus mənsubiyyət, yəni məşhur feilli sifət çəkilçisidir. 24-dür yazılır həm də.
Yox, özür istəyirəm, cavabımız A olacaq. A deyirəm. Bəndi olacaq. Sual 29. Mən könlümlə bu torpağa bağlıyam. Səhvi soruşur. Mən kökümlə bu torpağa bağlıyam. Gərək yadımızda qalacaq o tərəfdə. Mən şəxs əvəzlidir, adlı haldadır. Mən bağlıyam. Düzdür. Bağlıyam sifətdir. Birinci şəxsin xəbəri şərəfini qəbul etmişdir. Bağlı. Necə? Bağlı. Əslində sifətdir. Bəli, burada isimləşib. Torpağa isimdir, yönlü haldadır. Nəyə bağlıyam? Torpağa. Bu işarə əvəzlidir, sifətə əvəz etmişdir. Hansı torpağa? Bu torpağa. Düzdür. Kökümlə tərzi hərəkət zərfidir. Kökümlə tərzi hərəkət zərfi yox. Nə ilə sualına cavab verdiyi üçün L burada olacaq qoşmanın çəkilişləşmiş forması. Kökdəki isim. Cavab olacaq. Yəni yanlış fikir. Bu torpağın hər qarışı qızıldır cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Səhvi müəyyən edək. Qızıldır isimdir, adlı haldadır. Düz. Bu işarə əvəzlidir. Düz. Torpağın isimdir, müəyyən yəlik haldadır. Düz. Qarışı üçüncü şəxsin torpağın qarışı üçüncü növ söz birləşməsidir. Düz. Hər sifətdir, hansı sona cavab verir? Yox, hər əvəzdə işləyir. Sadəcə olaraq sifəti neyini əvəz edib. Yəni yanlışdır, əvəzləşdir. Yaxınlıqdakı arxdan qurbağaların gürültüsü eşidilirdi cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyənləşdirin. Qurbağaların isimdir, cəm və yəlik alışverişi qəbul etmişdir. Cəm və yəlik, düzdür. Arxdan çıxışlı hal çəkilisi konkret isimdir. Arx, bəli, konkretli çıxışlı haldırdan, düzdür. Yaxınlıqdakı zərfdən düzəlmiş sifətdir. Zərfdən düzəlmiş sifətdir. Baxaq, yaxınlıq nə? İsimdir. Yaxınlıq isimdir. Dakıdakı da isimdən sifət düzəldir. Cavab C olacaq. Gürültüsü. Üçüncü şəxsin mənsubə şəkilçisini qəbul etmiş isimdir. S varsa, deməli, üçüncü şəxsin mənsubə şəkilçisi işlənib. Düzdür. Eşidilirdi, idi, köməkçi sözü ilə işlədilmiş düzəltməli feildir. Baxaq, eşitmək sözünün kökü il, leksik şəkilçisi, ir, zaman, indiki zaman, d da hissəcik. Deməli, bu da düzdür. Cavab C olacaq. Qarabağda Zəfər bayramının lap vaxtıdır cümləsindəki sözlərin morfoloji izahındakı səhvi müəyyən edin. Vaxtıdır mənsubiyyə şəkilçisi xəbərdə işləndiyi üçün təbii ki, mənsubiyyət olacaq. Bayaq dedik ki, təsirlik hal xəbər ola bilmir. Qarabağda xüsusi isimdir, yerlik haldadır, şəhərin adıdır, deməli düzdür. Bayramın isimdir, mənsubiyyət və yəlik hal çəkilisi qəbul etmişdir. Bayramının bayram, bayramın mənsubiyyət, bayramının yəlik hal, düzdür. Lap ədatdır. Zəfər adlı halda işlənən mücərrəd mənalı isimdir. Zəfər bayramı, yəni zəfərin bayramı. İkinci növ təyinli söz birləşməsi zəfər olacaq, qeyri-müəyyən yəlik haldır. Yəni yanlış cavabdır. İdarə rəisi dəri plaşını geyir cümləsindəki sözlərin morfoloji izahındakı səhvi soruşur. Plaşını mənsubiyyət və təsirli çəkilsili isimdir. Baxaq, plaşı, birinci I mənsubiyyət, ikinci I da təsirlik, düzdür. İdarə, yəlik halda olan idarənin rəisi, ikinci növ təyinli söz birləşməsi idarə yəlik haldır. Rəisi mənsubiyyətdir. Geydi, məlum növdə olan keçmiş zamanda işlənmiş feildir. Dəri, sifət deyil uşaqlar, sifət sadəcə olaraq isimləşmiş, daha doğrusu sifətləşmiş isimdir.
Cavab E bəndi. Hələ ona deyiləsiz çoxlu sözümüz olacaq. Yenə bizə nəyi soruşur? Təbii ki, səhvi. Hələ dəqiqləşdirici ədatdır, cümlənin təsir gücünü artırır. Hələ zaman zərfidir uşaqlar. Hələ zərf olduğu üçün cavab elə A olacaq. Deyiləsi, gələcək zaman mənalı fe'li sifətdir. Hansı sözümüz deyiləsi düzdür? Çoxlu qeyri-müəyyən miqdar sayı sözüm isimdir adlı haldadır, çünki bu da mənsubiyyətdir. Ona şəxs əvəzlidir, yönlük haldadır. Bu da düzdür. Sual 35. Məsələnin həlli yolu deyəsən 2-dir. Bizə nəyə soruşur? Səhvi. Deyəsən modal sözdür. Yolu isimdir, adlı haldadır. Məsələnin yolu üçüncü növ təyin söz birləşməsi olduğu üçün mənsubiyyətdir və adlı haldır. Məsələnin isimdir, yəlik haldadır. Bəli. Həlli isimdir, təsirlik haldadır. Məsələnin həllinin yolu. Baxın, məsələnin həllinin yolu təsirlik halda yox, qeyri-müəyyən, yəlik halda olacaq. Demək, cavab elə D olacaq. Mən bunu üstünə baxaq. Aha, cavab D olacaq. 2-dir, saydır, şəxs şəkilçisi qəbul edib. 2-dir, bəli. Sual 36. Yenə tarım səsi hamını məftun etmişdir cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyənləşdirin. Biz yenə səhvi tapmalıyıq. Səsi mənsubiyyət çəkilişli isimdir. Düz. Yenə zaman zərfidir, quruluşda sadədir. Düz. Tarın yəlik haldır. Düz. Hamını qeyri-müəyyən əvəzləşdir. Üçüncü şəxsin mənsubiyyət çəkilişi ilə işlənib. Baxaq. Hamını, üçüncü şəxsin mənsubiyyət. Hamını məftun etmişdir. Hamını, kimi? Yox, burada kimi sona cavab verdiyi üçün mənsubiyyət yox. Buradakı təsirli şal keçilisidir. Cavab D olacaq. Məftun etmişdir, keçmiş zamanda olan feildir. Bəli, burada miş, keçmiş zaman, nəqli keçmiş idi, hissəciyi olacaq. Sual 37. Vəzirin fikirləri məclisdəkilərdən tək Əli xanı qane etmədi. Bizdən yenə səhvi soruşur. Xanı təsirli haldadır. Kimi? Xana baxaq. Xanı, kimi? Bəli, təsirli haldır. Qane etmədi. Keçmiş zamanda olduğu üçün xəbər şəklidir, düz. Tək qoşmadır. Baxaq görək tək necə qoşma ola bilər. Tək. Biz bunu yalnızca əvəz eləyə biliriksə, ancaq əvəz eləyə biliriksə, məhdudlaşdırıcı ədət olur. Təkcə yalnız Əli xanı qane etməli. Deməli, ədət olacaq orada. Cavab C. Məclisdəkilərdən sifətdir. Dakıdakı sifət düzəldib, quruluşsa düzəltmədir, təbii ki. Fikirləri cəm və mənsubiyyət çəkilişi qəbul edib. Vəzirin fikirləri, üçüncü növ təyinli söz birləşməsi. Sual 38. Tələbələr gülə-gülə auditoriyadan çıxaraq həyətə endilər. Cümləsindəki sözlərin yenə bizdən nəyi soruşur? Səhvi soruşacaq. Çıxaraq, ara qərək fe'li bağlamadır. Düz. Tələbələr sadə isimdir, adlı haldadır. Düz. Həyətə yönlük auditoriyadan çıxışlı haldadır. Düz. Endilər sadə fe'ldir, keçmiş zamandadır. Düz. Gülə-gülə, bayaq dediyimiz kimi A və ə çəkilişləri zərf yox, fe'li bağlama yaradır. Cavab E olacaq. Sual 39. Zəng çalınanda meydançada söhbət edən şagirdlər yuxarı qalxdılar. Bizdən yenə səhvi soruşur. Zəng şagirdlər sadə isimlərdir, adlı haldadır. Zəng çalınanda şagirdləri qalxdılar, düz. Çalınanda söhbət edən biri məhsul, digəri məlum növdə olan fe'li bağlamalardır. Baxaq, burada an, ən varsa deməli fe'li sifətdir. Fe'li bağlama deyil. Cavab B olacaq.
Meydançıda düzəltmədir. Meydança düzəltmə, bu da yerli çaldır. Düzdür. Yuxarı, təbii ki, yer zərfidir. Qalxdılar, sadə feildir. Keçmiş zamandadır. Burada keçmiş zamandır. Sual 40. Qulağına həmişə Firuzə qaşlı sırğa taxardı cümləsindəki sözlərin morfoloji izah ilə bağlı səhvi soruşur. Qulağına isimdir, sadədir, mənsubiyyət və hal çəkilisi qəbul edib. Bəli. Sırğa isimdir, sadədir, adlı haldadır. Nə taxardı? Sırğa. Daha doğrusu biz deyə bilərik ki, nəyi taxardı? Sırğanı, yəni qeyri-müəyyən təsirli halda olacaq. Uşaqlar, qeyri-müəyyən təsirli hal mütləq şəkildə hər zaman bax, feilin yanında işlənməlidir. Biz onu feildən uzaqlaşdırsaq, o birbaşa öz seçilisini qəbul edəcək. Məsələn, Firuzə qaşlı sırğanı qulağına taxardı. Gördüyünüz kimi sırğanı qəbul edir. Cavab B olacaq. Qaşlı düzəltmə sifət Firuzə isimdir. Bəli, L burada leksikdir. Həmişə sadə zaman zərfidir. Bəli. Taxardı xəbər şəklindədir. Yəni ar-ər burada qeyri-qəti gələcək zaman. Biz uşaqlar arasında buna şübhəli gələcək zaman deyirik. Yəni gəlib gəlməyəcəyi biraz şübhəlidir. Keçək növbəti suala.